yaratdı. Bu öhdəliyin pozulması isə həm mülki, həm də cinayət məsuliyyəti ilə nəticələnə bilər. Şəxsi təqib edərək ona aid məlumatların əldə edilməsi burada artıq cinayət tərkibi yaranır. Yəni şəxsi həyatın toxunulmazlığını pozma kimi qiymətləndirilə bilər. Bu da Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə, yəni şəxsi və ailə həyatı sirri olan məlumatları, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması artıq cinayət tərkibi yaradır ki, həmin maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və ya 1 il müddətinə qədər islah işləri nəzərdə tutulmuşdur. Mütəxəssislər bildirir ki, bu cür davranışlar müalicə alan şəxsin psixoloji durumuna olduqca mənfi təsir göstərə bilər. Məsələ ilə bağlı psixoloq İlhamə Mustafayevə qeyd edib ki, ictimai şəkildə izlənmək, təqib olunmaq və şəxsi görüntülərinin razılıq olmadan yayılması həmin şəxsdə güclü stres, qorxu və təzyiq hissi yarada bilər. Onun cəmiyyəti inamını azalda, aqressiv davranışların artmasına və psixoloji vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər. Burada dərin psixoloji məqamlar var ki, müalicəyə tab gətirə bilməyən insanlar çox olur. Onlar müqavimət göstərirlər, qaça bilirlər. Onun yayılması görüntülərinin, yəni bu etik deyil psixoloji tərəfdən də. Çünki burada artıq insanın iradəsinə zidd olaraq, onun istəyi olmadan onun haqqında məlumatların yayılması, verilməsi, yəni kimsə reyting xatirinə like yığmaqdan ötürü bu edilməməlidir. Çünki burada bir insan şəxsiyyətindən söhbət gedir və ən birinci məqam insanların bu konfidensiallığının qorunması məqamıdır ki, yəni o qaça bilər, indi bu belə deyim də qaçılmazdır. Amma bunu hüquq mühafizə orqanlarının işçiləri tərəfindən araşdırılması, tapılması daha yaxşı olardı. Nəinki evinin qarşısına yığılaraq və yaxud da ki, sosial şəbəkələrdə onun mağazadan itinə yemək aldığı yerdə və yaxud da hər hansı bir görüntülərinin yayılması ilə təbii ki, bu onun şəxsiyyətinə zidd bir məsələlərdir. Mən bilən qədərilə 6 ay müddətində onlar izolyasiya adından da göründüyü kimi təcrid olunurlar. Gəzdirilərkən videosunun çəkilməsi, yemək yeyirlərkən videosunun çəkilməsi bu etik deyil. Beləliklə, mütəxəssislər və hüquqşünasların mövqeyi bir daha göstərir ki, reabilitasiya alan şəxslərin ictimai şəkildə izlənilməsi və görüntülərinin yayılması nə etik, nə də qanunidir. Məsələnin hüquqi müstəvidə araşdırılması və məsul şəxslər barədə müvafiq tədbirlərin görülməsi isə həm fərdi hüquqların qorunması, həm də gələcək oxşar halların qarşısının alınması baxımından vacib hesab olunur.